Bura gördüyümüz Amazon meşəsi deyil. Bura Kürdəmir rayonu Atakişli kəndində olan meşə sahəsidir. Adətən deyirlər ki, Aranda meşə olmur. Amma həqiqətən də Aranda meşə olur. Neçənci ildə almışsan bunu? 82-ci. Təzəsi, salafan. Bu maşına Kürdəmir şəhəri ərazisində yaşayış olmamışdı o vaxtı. Hə, mərkəz bu ərazilər olub. Mərkəz əsasən olub Köhnə bazar, Mürtülü, Şıxımlı kəndi. Əhalinin kiçik bazarı da orada olub və məskunlaşması da o zonada olub. Əziz tamaşaçılar, Kürdəmir rayonunun, Kürdəmir şəhərinin mərkəzi, indiki mərkəzi deyil, Köhnə bazar olub. Bəli, Bunu Məhəmməd Köhnə Əli bazar müəllim olub. bizə bugün açıqlayır. Qayə İrşad var idi Bəli, Muradxan Kürdəmirdə. kəndindən. Muradxan kəndindən. O da saxlayırdı deyəsə, həvəskar Hə, idi. o da həvəskar olub. Onda Həqiqətən də bu reklam deyil, reklam eləmirəm. Dadı superdir, şipşirindir. Hə, bu boyda ərik görmüşdünüz. Məsələn, Ordubad əriyi böyük olur da. Ordubad əriyi bəli, böyük olur. Gəlcə bura. Bunun növü budur da. Səbr elə, xalva pişər, ey qora səndən. Bəli, bəli. Bəsləsən, atlaz olar, tut yarpağından. Elədir. Ata, ana 100 il yaşayar. Evlat yaxşı olsa. Ömrün uzun olsun. Bu atalar sözü kimi bir sözdür, deyirsiniz. Bugün bizim kəndimiz verilişinin 15-ci buraxılışı ilə qarşınızdayıq. 15-ci buraxılışımız Kürdəmirin 3 ən böyük kəndindən biri olan Atakişli kəndində çəkilir. Gedək görək kənddə vəziyyət necədir, insanların gündəlik həyatı necə keçir. Məhəmməd Əli müəllim, Atakişli kəndi Kürdəmirin 3 böyük kəndindən biridir. Bəli. Bura neçənci ildə yaranıb? Kürdəmir rayonu Atakilli kəndi. Bəli. Burada əhalinin ilk məskunlaşması təxminən gedir çıxır 17-18-ci əsrlərə. Bu ərazi vaxtilə qışlaq yerləri olub. Və Şamaxıdan, İsmaillidən olan dağ rayonlarından əhali qış aylarında burada mal-qara saxlamaq məqsədi ilə gəlib məskunlaşıblar müvəqqəti. Sonraki dövrlərdə dağ rayonlarında iqlimin soyuq olması, mal-qaranın tələf olması, sonraki dövrlərdə zəlzələlərin baş verməsi və digər amillər dağ rayonlarından əhalinin bura köçməsini baş vermişdir. Məhəmməd Əli müəllim, bildiyimiz kimi dağ sərin olur, soyuq olur. Həm də oranın havası bir başqa cür olur. Bəli. Aranda, Kürdəmirdə dağ cəmaatı gəlib uyğunlaşa bilirdi arana. Çünki tarixi mənbələrdə yazılır ki, 18-ci əsrdə temperatur o qədər soyumuşdu ki, Aran zonasında mənfi 24 dərəcə soyuq olmuşdu. Deməli, dağ rayonları bundan da soyuq olmuşdu. Əhalinin mal-qarası kütləvi surətdə soyuqdan məhv olmuşdu. Bax, bir səbəb bu olmuşdu ki, bu Aran zonasında olanlar demişdilər ki, burada yaşamaq daha sərfəlidir və əhalinin bir hissəsinin köçməsinin səbəbi bu olmuşdu. Atakişli kəndini gəzirik. Atakişli kəndi həqiqətən də böyük kənddir. Kürdəmirin 3 böyük kəndindən biridir. Bu kəndin ərazisində gördüyünüz kimi mal bazarda yerləşir. Atakişli kəndində qədim məhəllələr çoxdur. Bu məhəllələrdən Əzimli, Həndəvər və onlarla yanaşı Yerevanlı məhəlləsi də var. Yerevanlı məhəlləsi 1946-cı ildə Qərbi Azərbaycandan bura 46 dənə ailə gəlir və həmən bu gördüyünüz Yerevanlı məhəlləsində məskunlaşır. Baba, darıxırsan o yerlər üçün. Mən o yerlərin üçü deyəndə, o yerləri Ermənistanı ora yamaq eləyiblər. Ermənistan vardı, qazanalım Ermənistan yox idi. Sepasiya, Ermənistan deyirlər, bütün kənd, kəsək, hamısı bir adıyla mən deyirəm, nə danışırsan? Mən sübut elədim. Dilicandan bir Kirabakan yolu gedirsə, Dilicandan. Bu Hikmət Hacıyev da. Bəli, keçən həftə orada oldu. Orada olublar. Bir Kirabakan, Kirovun adına qoyublar. Bizdə də Kirabat qoyan kimi. Kirabatın adı Gəncə idi. Durub biri çıxış elədi.
Kirovun adına niyə qoyursunuz? Yazığa 5 il iş verdilər. Kirovun adına. Kirobabat qoymuş. Bizim indi o xiyaban var Bakıda. Kirovun əli dənizdə idi. Zaten adı nədir? Sağ idi. Şamiyan, stansiya Şamiyan, metro Şamiyan. Çornoqorovun yanında. Mən bu Onlar həvəsli idi də adları qoymağa. Ama bunların hamısını vaxtında bura gəlirdi. Bura gəl, görsən bax mənim öz şəkilimdir. Hamısı. Baba, orada neçə ailə gəldi bura? Qərbi Azərbaycandan, Kürdəmirə. Qərbi Azərbaycanlılar deyəndə bizim öz kəndimiz var da. Bəli. Bizim öz kəndimizdə təsərrüfat sayılan görə elə belə ya Qalxoz sədrliyi Azərbaycanlı idi. O Kirabaqda yas var, redaktor oldu. Şəmsi Muradov. Bəli. Buradaydı. Bu Mamet yox idi. Şahingilin yadı. Köçdülər buradan, getdilər də Mingəyada, adı nədir, Gəncəyə. Ondan sonra Kənd Soveti Qaru adıyla tanıyıram. Evimin biri müsəlman idi, biri erməni idi. Bu belə idi, o idi. Bir yerdə işləyirdi. Bir yerdə. O rəhmətli dədəm ancaq bizə o ilin axırında pendir, yağ, belə şeylər verirdi. Onu onlarınkini yemirdi, almırdı. Ambarda da deyirdi, onu sat yenə. Neçəyə verirsən ver, 5-10 manat nə pul olacaqsa onu vermə. Onlar emalda erməni əli də dəyib, müsəlmanla bir yerdə. Bax, belə idi. Baba, bu kənd necə qarşıladı sizə? Atakişilli kəndinə gəldiniz də oradan. Orada sənə deyim, Kürdəmir rayonunda biziz. Kürdəmir rayonundan bizdən başqa. Başqa rayonların hamısına çox gediblər. Onda da səhvlik elədilər. Onda bura getdiyinə Qarabağa soxardı, aparardı. Bura gələndən sonra bulağın suyunu içmişik, yayın günündə gəlmişik. O rəhmətli Osman kişi vardı. Girdimandan sel gələndə gəlirdilər bizim hovuzu doldurmaq üçün. Bir malariya düşdü bizə. Biz nə günə düşdük? Arabi ilə Mürtülü qəbirdən sənini, yarısı bizim adamdır. Müharibədən gəldi bura, əskərlikdən gəldi. Bu dərman vardı, o dərmanı. Bu Seyid Ağanın atası, onu o vaxtı Kürdəmirdə tutdular axı, bu Mehralı kişi yadı. Haradasa demək bir 25 nəfər. 25 il, 22 il. Hələ Heydaroğlu Mustafanı tutanda o bayılda şeylə bir yerdə yatmışdı. Stalinlə yatdı. Onun qərar gəldi ki, onu bıraxsınlar, tanımışdı. Mən bunun hamısını dəqiq, əyani, özdə rəsmiyyətlə, mən özüm sözümü demirəm ki, ayrı materiallar var. Baba, bu kənd necə qarşıladı sizə? Bu, biz bura gəldik, oradan nümayəndə göndərirdilər. Gedin Azərbaycanda hara geçmək istəyirsiniz. Bizim də nümayəndə gələndə mərkəzi komitəyə, onda Komünist Partiyası idi, onda partiya idarlı oldu. Birinci katib deyirlər, indi icra başçısı deyirlər filan. Gələndə onlar Kürdəmirdə onda yaxşı üzüm bağları, ondan sonra seyrəkliyi olub, ancaq çox yaxşı olub. Oradan gətiriblər Kürdəmirdə də Şirvanşahı üzümü, yaxşı yemək, içmək filan. Elə bir bizim kənddə olan hardasa 48, 49, 50, 42 ailə, ev. Bax, bura köşk. Məskunlaşdı burada. Məskunlaşdılar, bura düşdü. Qalanı Kürdəmirdə də başqa adam gəlməyib.
Hazırda Kürdəmir rayonu Atakişli kəndində sahələrdə qızğın iş gedir. Taxıl biçinidir. Arpa biçilir hal-hazırda. Arpanın da qiyməti, məzənnəsi keyfiyyətə görə 28-30 qəpik arası dəyişir. Bayaq sahədə biçilən arpa burada qurudulur və buradan şəxsi istifadə üçün, satış üçün göndəriləcək. Aldığım məlumata görə bu il arpanın qiyməti keyfiyyətdən görə 28-30 qəpik arasında dəyişir. Belə mən baxıram, görürəm ki, bunun keyfiyyət də yaxşıdır, qənaət bəxşdir. Amma yağıntılarla əlaqədar olaraq, yağıntılara görə bu il məhsuldarlıq keçənlə baxanda mən belə başa düşürəm ki, biraz zəifdir. Bərəkətli olsun, bizim Azərbaycan xalqı çörəkli olsun, çörək bol olsun. Necə deyirlər, çörək bol olarsa basılmaz vətən. Gəldi 1818-20-ci illərdə axırıncı Şirvan xanı Mustafa xan olub. Mustafa xanın dövründə bu ərazi Bolu kənd adlanırdı. Bolu kənd də bildiyimiz kimi Ağsu və Kürdəmir rayonlarının ərazisini əhatə edirdi Mustafa xanın dövründə. Bəli. Bolu kənd, Ağsu və Kürdəmir kəndlərində cəmisi 300 ailə yaşayırdı o vaxtı. O dövrdə də siyahalma aparılırdı. Və Kürdəmir rayonunda olan kəndlərdən məlumdur ki, həmin dövrdə tarixi mənbələrdə yazılır. Qarasaqqal kəndi mövcud idi, Mürtülü kəndi və sonraki dövrlərdə Şıx deyilən yer, Şıxımlı ərazisi mövcud olmuşdu. Bəli, indiki Şıxımlı. Bəli. Kürdəmir şəhəri ərazisində yaşayış olmamışdı o vaxtı. Hə, mərkəz bu ərazilər olub. Mərkəz əsasən olub Köhnə bazar, Mürtülü, Şıxımlı kəndi. Əhalinin kiçik bazarı da orada olub və məskunlaşması da o zonada olub. Əziz tamaşaçılar, Kürdəmir rayonunun, Kürdəmir şəhərinin mərkəzi, indiki mərkəzi deyil, Köhnə bazar olub. Bəli, Bunu Məhəmməd Əli müəllim bizə bugün açıqlayır. Köhnə bazar, indi bildiyimiz Köhnə bazar mərkəz olub. 1883-cü ilə qədər əhali indiki Köhnə bazar deyilən ərazidə alqı-satqı ilə məşğul olurdular. Mərkəz kimi bir yer idi ora. 1883-cü ildə Kürdəmirdən keçən Bakı-Tbilisi dəmir yolu tikildi. Dəmir yolu tikiləndən sonra indiki dəmir yolu vağzalının yerində gətirdilər. Tarixi mənbələrdə yazılır ki, fəhlələr üçün balaca yer tikdilər ki, bu paravozlara su vurmaq üçün o fəhlələr oradan paravozlara su vurur. Binalar hələ də durur. O bəzilərin əlamətləri qalmaqdadır. Və ondan sonra ki, bu yandan Kür çayı daşır, əhalinin evi qalır suyun altında. Bu yandan dağ rayonlarından köçüb gələnlər yavaş-yavaş o vağzala yaxın yerlərdə başladılar məskunlaşmağa. Və beləliklə bu Kürdəmir indiki şəhərin ərazisində məskunlaşma genişləndi və hələ ki o mənbələrdə Kürdəmir kənd kimi gedirdi. Qaldı ki bu Kürdəmir rayonunun adlandırılması Kürdəmir rayonunun ilk dəfə xəritədə 1883-cü ildə dəmir yolu çəkiləndən sonra Rusiyanın dəmir yolu xəritəsi hazırlandı. Dəmir yolu xəritəsi hazırlanan zamanı Kürdəmir stansiyası da orada mövcud oldu. Və bu stansiyanın adının necə adlandırılması deyilənə görə vaxtı müzakirə olunmuşdu. Deməli, bizdə olan bəzi məlumatlara əsasən qeyd olunur ki, 1883-cü ilə qədər dağ rayonlarından bura gələnlər deyirdilər ki, kür dəyməyən yeridir gedib məskunlaşa. Bura kür dəymir. Çünki Kür çayının daşqınları zamanı nə qədər daşsaydı, o vaxtın adamları bilirdi ki, bu Muradxan Sorsor kəndindən bu şimal istiqamətində kür heç vaxtı bura dəymir. Ona görə deyirlər ki, kür dəyməyən yerə gedəyin. Kür dəyməyən yerə gedəyin. Ondan da adı qalıb. 1883-cü ildə xəritə hazırlanır, dəmir yol xəritəsi.
Bu yaşayış məntəqəsinin adı rus dilində yazılır Kürdamir. Bununla da bu toponim əmələ gəlir Kürdəmir sözü. O Y hərfi oradan düşür. Atakili kəndində də dedik ki, qeyd elədik 17-ci əsrdən burada məhsullaşma başlayıb, bu ərazi qış otlaqları olub və sonraki dövrlərdə əhali burada gəlib daimi məhsullaşmasının səbəbi qışın burada mülayim keçməsi, mal-qara saxlamaq üçün əlverişli şəraitin olmasına Münbit şərait var əlaqədar. idi. Bəli, əhali burada məhsullaşmaya başlayıb. Bu torpaqlarda 1818-ci ilə qədər Mustafa xanın keçmiş həyat yoldaşı Fatma bəyimin torpağı olub. Fatma bəyim 1810-cu ilə qədər axırıncı Şirvan xanı olan Mustafa xanın həyat yoldaşı olub. Bu boşandıqda 1813-cü ildə, o vaxtın özünün də qanunları olub. Boşananda o kişi öz mülkündən boşandığı həyat yoldaşına pay verilmiş. Bu Kürdəmir, Bolu kənd, Ağsu və Kürdəmirin ərazisini Fatma bəyimə bağışlayır və buradan yığılan vergilər nələr bu Fatma bəyimin hesabına gedir. Məhəmməd əmi, üzr istəyirəm, kitablarda keçir ki, torpaqdan pay olmaz. O xüsusi mülkiyyət o dövrdə də vardı. Bu ərazi Şirvan xanın, Mustafa xanın torpaqları idi. Mustafa xanın da bu torpaqları indi kimsə vəfat edəndə öz torpaq sahəsini kimə verəcək? Övladına verəcək və yaxud həyat yoldaşına Onda şəxsi verəcək. torpaqlar olub. Şəxsi torpağı olub. Bəli. Mustafa xanın. Və Fatma bəyim adamları bu əraziyə nəzarət edir və bizim nəsillərin Şamaxıdan təxminən 1818-20-ci illərdə köçüb gəlməsini araşdırmışam mən. O dövrdə köçüb gəliblər və burada indiki olduğumuz həyətyanı torpaq sahələrini Fatma bəyimin adamlarından 2 inəyə almışlar. Deməli, bu Atakili kəndinin əhalisi Şamaxıdan, İsmaillidən, Qəbələ və digər dağ rayonlarından vaxtilə köçüb gələn əhali nəsillərindən ibarətdir. Məskunlaşıblar burada. Bəli, burada belə məskunlaşma davam edib və sonraki dövrlərdə buranın inkişaf etməsinə səbəb Bakı-Tbilisi dəmir yolunun buradan keçməsi ilə əlaqədar olub. Dəmir yolunun keçməsi onun ətrafında əhalinin məskunlaşmasının genişlənməsinə təsir göstərmiş. Salam aleyküm. Necəsiz? Nə var, nə yox? Gəlmək olar. Buyurun, buyurun. Necəsiz? Nə var, nə yox? Xoş gördük sizi. Hoş geldiniz. Biz bugün bizim kəndimiz komandası olaraq, bölgə TV olaraq Atakili kəndindəyik. Bəli. Gəlmişik bu kəndin adət-ənənələrin, kulinariyasının, insanların, bizi izləyən tamaşaçıların diqqətinə çatdıraq. Ay sağ Və ol. dedilər ki, siz də heyvanları sevirsiniz. Və Bəli. sizdə müxtəlif növ quşlar var. Əsasən də Var, göyərçin. bəli. Biz göyərçinə görə gəlmişik bura. Yaxşı eləmişsiniz, hoş gəlmişsiniz. Səfa gətirmişsiniz. İndi onların hamısı balıqdan tutmuş, bülbüldən tutmuş. Nə bilim mən, karella sortu deyirlər, odur, toz quşu, qırğol. İndi düzdür, bağışlıyorum, biraz iş gedirdi, yarımçıq qalıb. Çünki bu iş belənsini eyni qaydada. Zoopark kimi də bir növ. Gələcək. Bu tovuz quşlar Kürdəmir istisinə örgəşib, uyğunlaşıb bizim şəraitə. Örgəşir, bəli. Ona görə ki, ya çöldə də buraxıram, gəzirlər, edirlər. Nəsə bir Artıq xəstələnmə uyğunlaşıb zadı demək görürəm ki, yoxdur. Eyni nəsildir də bunlar hamısı. Eyni nəsildir. Bunlar 10 balasıdır. Orada hələ tövlədə var. Onlar uca keçənin işidir, bu iniş ilkidir. Ancaq qırğol, bunlar təzədir, oğlum təzə gətirib. Bəli, Bunlar xeyirli olsun. qırğolun 49 növü var. Bəli. Ondan məndə deməli 1, 2, 3, 4 növü var. 4 növ var. Hə, Allah min rəhmət eləsin. Qaya Irşad var idi Bəli, Muradxan Kürdəmirdə. kəndindən. Muradxan kəndindən. O da saxlayırdı deyəsən, həvəskar Hə, idi. o da həvəskar olub. Onda toz quşu olub. O 8 dənə yumurtasından vermişdi. Allah ilə nəzər rəhməti qardaşıma. Araları yaxını. Hə, o da 7'si çıxmışdı. Ondan bəri gedir. Deməli, əli xeyirliymiş. Əli xeyir. Gözəl. Əti yeməli olur da, yeyirlər onu əti. Gözəl ət olur. Yemisiniz də yəqin ki. Yemiş. Bəli, o çolpadan fərqlənir kənd beçəsindən. Vallahi o turajdan yaxşısı yoxdur. Bəli. Birinci növbədə turajdır. Turajdan sonra mən deyərdim ki, qırğol. Bəli. Yeməli də. Hə, yeməli əti var. Gözəl əti var.
Belə indi siz bunlardan artırıb pul kimi nəsə bundan istifadə edirsiniz, yəni ki, pul qazanırsınız. Düzün axtarsız hələ yox. Hələ pul Arada qazanmaq. bir dəfə deməli hardasa 27 dənə toz quşum var idi. O biraz nəzərə çarpan heyvandır. Bəli. Güdə alıb bilmirəm indi insandır da. Gözə gəlimli olur da. Nə gözəl quşdur. Beləncinin deməklə o indi getməni indi onun özündə də yoxdur ya. O insanın daxilində gəlir, nə bilim ilahi tərəfindən. Enerjidir o. Hə, 27 dənə toz quşudan bir dənə ya 2 dənə qaldı, sonra yenə artdı. Əsas odur ki, maya üzülməyib də, yerində olub. Bəli. Bir də indi burada əsas mənim üçün maraqlı göyərçinlərdir. Hə. Bax burada da bu deyir, qırt yatır. Bu da bir növdür. Burası, bu deyir, fərəsi orada qırt yatır deyir. Hələ köçürtməmişəm qırt yattığına görə. 40 hektar meşə sahəsi. Qeyd elədiyim kimi 90-cı illərdə qışın soyuq keçməsi, istiliyin olmaması, təbii qazın olmaması əhalinin kütləvi surətdə bu meşənin qırmasına səbəb oldu. Və bu meşə örtüyü tamamilə əhali tərəfindən yandırılmaq üçün qırıldı. Meşə yox oldu. Yox oldu. Hətta ağacın kötüklərini də çıxardıb apardılar. Üzr istəyirəm, həm də siz coğrafiya müəllimi olduğunuza görə lap sizə pis təsir Hə, edir. mən özüm kəndin cəmaatını yığıb gəlirdim. Onlara qarşı mübarizə aparırdıq. Biz də gəlib gecə-gündüz burada qarosu dura bilmə. Hətta gecələr gəlirdilər, o ağac kəsən alətlər vasitəsindən kəsib aparırlar. Qarşısını ala bilmədik. Dövlət də bildi ki, o dövrdə çox zəifləmişdi, belə işlərin qarşısını ala bilmirdi. Və bu meşənin sonraki dövrdə qeyd elədiyim kimi Bəkirov Mirzəmmət tərəfindən bərpa edildi. İndi hal-hazırda 60 hektar sahədə 40 hektar meşə örtüyü bərpa olunmuşdur. Kürdəmirdə meşə. Bu haqda mən həmişə tələbə olan vaxtdan danışırdım, deyirdim Kürdəmirdə meşə. Bəzi rayonların adamları deyirdi Kürdəmir hara, meşə hara, yarım səhra zonasıdır. Belə olan halda Qazaxdan olan tələbə yoldaşlarım deyirdi ki, Kürdəmirdə meşəni mən görmüşəm. Çünki Qazaxa qatarla gedəndə Karlar stansiyasından Kürdəmir şəhərinə qədər süni meşələr əkilmişdi. O dəmir yolunun sağı, solu meşə örtüyü idi, ensiz zolaq şəklində. Və Kürdəmirə gələn, keçən adamlar da bu meşəni orada müşahidə edirdilər. Və o meşələr insanlar tərəfindən əkilmiş süni meşələr idi. Və o dəmir yolun kənarında olan meşələrdən də deyəsən indi əsər əlamət qalmayıb. Vaxtı ilə onun da mühafizə olub qorunmasında Şıxımlı kəndindən Şaxı kişi vardı. O Şaxı kişi at belində daim o meşədə gəzirdi. Bir adam gedib oradan bir ağac kəsə bilməzdi. O meşələr də deməli belə işlərin qurbanı oldu, yox oldu və bu meşələrin bərpa edilməsi bu günlərin mümkündür. Kimsə deyir ki, yarım səhra zonasında meşə olmaz və bunlar hamısı sübutdur ki, yarım səhra zonasında istilik çox, su ehtiyatı varsa, deməli meşə örtüyündə bərpa eləmək olar. Bax, bu gördüyünüz meşənin qalınlığına baxın. İsmaili meşələrindən bu fərqlənmir. 40 hektardır deyirsən Məhəmməd əmi. Hal-hazırda 40 hektar belə meşə sahəsi var. Məhəmməd əmi müəllim, bir də ki, məncə belə yaxşı olardı ki, bildiyimiz kimi Kürdəmir hiss olan yerdir. Burada biraz şərait yaradılsaydı, məsələn, rayon cəmaatı gəlib burada istirahət eləyə bilərdi. Düzdür? Bəli, vaxtilə o keçmiş meşə sahəsində 80-ci illərdə məktəbləri bura ekskursiya gətirirdilər. Biologiya müəllimləri burada ağacların çeşidləri ilə uşaqlara məlumat verir. Böyük bir təcrübədir. Gələcəkdə bəli, burada gəlib meşədə gəzintilər də təşkil eləmək olar. Ehtiyac olsa bir hissəsində istirahət zonası da düzəltmək olar ki, gələn əhalinin burada oturması və istirahət eləməsi üçün də şərait yaradılsın. Mümkün olar. Məhəmməd əmi, çünki biz İmişli şəhərində olanda orada Şahverdilər meşəsi var idi. Biz o meşəyə getdik, həqiqətən də elə bildik ki, biz İsmaildəyik, Qəbəldəyik, hansısa bir dağ rayonundayıq. Həqiqətən də orada şagirdlər gəlib istirahət edirdilər. Bəli, burada rayon əhalisi gəlib istirahət edirdi. Bizdə də olsa, məsələn, Kürdəmir rayonunda da olsa, çünki bu meşənin şərait var. qalınlığını görürsünüz, bu gedir düz 40 hektar. Bundan da qalın hissələri var ki, heç keçilməz yerlərə rast gəlmək olar. Biraz əl gəzirilsə, məncə yaxşı Bir olur. tərəfindən də suyunu arx axır, o da bir çaya bənzəyir. Onun özündə bir böyük mənzərəsi var. Əziz tamaşaçılar, biz davam edirik. Atakişili kəndini gəzməyə davam edirik. Məhəmməd Əli müəllimlə də bu kənd haqqında məlumat aldıq. Həqiqətən də Məhəmməd Əli müəllim bizə çox maraqlı faktlar dedi.
Bura gördüyümüz Amazon meşəsi deyil. Bura Kürdəmir rayonu Atakişli kəndində olan meşə sahəsidir. Adətən deyirlər ki, aranda meşə olmur, amma həqiqətən də aranda meşə olur. Bir sözlə, ağacı əksən, becərsən, ağac hər yerdə olur. Əsas suyun olsun, əkməyə zəhmət çəkməlisən, həvəsin olsun. Gördüyümüz kimi bura meşədir. Burada Baya Məhəmməd Əli məlumat verir ki, bizə buranın ərazisi 40 hektardan artıqdır. Bu da o deməkdir ki, həqiqətən də Kürdəmirdə meşə sahəsi var. Biz bilirik ki, Kürdəmir rayonu isti olur. Həqiqətən də isti olur bu rayonda. Amma burada 40 hektardan artıq meşə sahəsi var. Bu meşə sahəsində şərait yaradılsa, məncə rayon cəmaatı gəlib burada günortanın istisində istirahət eləyə bilər. Həqiqətən də çünki burada 40 hektardan artıq ərazidə meşə sahəsi salınıb. Baxırsınız da görürsünüz ki, yamyaşıllıq. Həqiqətən də havası da sərindir. Bu maşın görürsən nədir? Çünki pravam da var. Hələ məni həmişə mən dəyişiblər. Qardaşımla getdik Əlibazanlıya, o imtahan verməli olacaqdı. Onun ayağında maşın yoxdur. Mənim ayağımda hələ də ki, pravam dəstədir, talonu da. Neçənci ildə almışsan bunu? 82-ci. Təzəsin, salafan. Bu maşına xaricə gedirdi. O vaxtda maşına ticarətçi yox, pambıqçı, o qabaqçılara verirdilər orada növbə ilə. Ondan sonra bir də planda olmayanda o rayona maşın verirdilər ki, rayonun da planı vardı da şeydir, o da olsun. Mən də o vaxtı balkonda işləyirdim, icra komitəsi də, hökumət də onda. Aydın Mamedov da rəhmətli yad idi, balkonun sədri idi. Mən orada işləyəndə bu diş həkimi var, Səfərov Əli Sayyad var onlar. Bəli, bəli. Hə. Mən orada işləyəndə mən dedi ki, Əlisa, Mamed Rəxmanoviç o ləzgi tuturlar, öldü, elədi. Onu eləyəndə mən dedilər ki, ərzə yazgınə növbiyyədir. Mən də onda ərzə yazdım. Və bu maşını aldın. Növbiyyə durdum dünyada. Məni onda nə ailə qurmuşdum, nə də şey eləməmişdim, ötəyməmişdim. Mən çağırdılar, axır vaxt keçir, gəl maşını al. Yaxşı çıxsaz tamaşaçılar, bu yoldan keçəndə bu qardaşdan qarpız alarsınız, yemiş alarsınız. İnşallah. Bütün gün burada olursan da. Bəli, bəli, hər gün. Bəli. Deməli, mövsümün sonunacağım, burada olacaqsan. İnşallah. Oh, qəşəng. Buyurun. Yiyiniz. Əziz tamaşaçılar, bu Sabirabad qarpızıdır. Bunu da yolun qırağında qardaş satır. Adın nə idi qardaş? Adım Məhəmməd. Məhəmməd qardaş satır. O da zəhməti ilə pul qazanır da. Həqiqətən də zəhmətli işdir. Günün altında dayanır, burada qarpız satır. Bəli. O çörək pulunu bununla əldə eləyir. Bəli. Buradan keçəndə bu İmişli yoludur da. Bəli, bəli. İmişli yolundan keçəndə Kürdəmirdən İmişliyə gedən yolda Məhəmməd qardaşdan qarpız alır. Çünki belə baxıram, bir dənə dadına baxım. 100%. Həqiqətən də bu reklam deyil, reklam eləmirəm. Dadı superdir, şipşirindir. Şipşirindir dadı. Bu tam yeyə bilər də cəmaat, hə? İstəyir 3 yaşlı uşaq yesin. 3 yaşlı uşaq da yesə heç olan deyil bu qarpızda. Bəli, bəli. Yəni cavab deyilsən malı var. 100%. Əziz tamaşaçılar, bir də deyirəm, bu yoldan keçəndə, Kürdəmirdən üzü İmişliyə sarı gedəndə Məhəmməd qardaşdan qarpız alın. Qardağalı da var burada, hə? Onu da baxa, bir dənə pişib o. Pişib, bəli. Hə, qardağalı da var. Deməli, qarpızın kiloqramı neçəyə verirsən qardaş? 1 manata, 80 qəpiyə. Bəli. Belə gedir, bəli.
böyüklüyü balacalığına görə Bəli, dəyişir. bəli, bəli. Qardağalı neçə versən? Ağdalı 1 manata bişmişdi, 80 qəpiyə çiğ. Hə. Deməli 80 qəpiyə çiğ qardağaldı. Nə Bişmiş- qaralaması çəkəsiniz. Bişmiş qardağalda 1 manatdır. Bəli, bəli. Allah günün altındayıq. Biz artıq 10 dəqiqədir buradayıq, dayanmışıq. Çox həqiqətən də istidir bizim üçün. Amma Məhəmməd qardaş burada günün bütün günün qalırsan. Bəli, bəli. Heç belə baxıram kölgəliyin də yoxdur burada. Maşında otururlar. Maşında oturursan. Belə davam eləyirik. Həqiqətən də Atakişili kəndi çox maraqlı kənddir. Gəzirik, günün sonunacan buradayıq. Çox sağ ol qardaş. Sağ olun. Hoş gəlmisiniz bizim bu gözəl kəndimizə. Əziz tamaşaçılar, indi bir həyətdəyik, bir təsərrüfatdayıq, bir bağdayıq. Burada ərik ağacı var. Amma mən görmüşəm ərik böyük olur. Burada balacadır bu əriklər. Bu növü budur da, yerli ərikdir. Yerli ərikdir. Hə, bu boyda ərik görmüşdünüz. Məsələn, Ordubad əriyi böyük olur da. Ordubad əriyi bəli, böyük olur. Gəlcə bura. Bunun növü budur da. Deməli, o biraz balaca ərikdir. Bu da ondan biraz böyük ərikdir. Yer təmiz yerdir, Ha, bax, bu- rahat olmaz. Tam təbiidir da bu gübrəsiz. Bəli, bəli, qardaş. Əziz tamaşaçılar, ərik burada Kürdəmirdə yetişir həqiqətən də. Biraz balacadır, amma bunun ağsaqqal deyir ki, bunun növü budur da. Növü budur, Bu bəli. növüdür. Amma Kürdəmirin istisi olduğuna görə bu da meyvələrin şirin olmasına təsir eləyir. Bir dəqiqə bura gəl. Maşallah. Hələ buna qulluq olunmur da, hə? Bu olunur da bizdə, bunun da qulluğu budur. Bunun bilsən, bu vitamini ondan təbiiliyi, təbii olmağı bu iynəsiz, dərmansız da heç bir iynə dərman olunmur. Gübrədən istifadə Heç eləmirsiniz. dədən, heç dədən. Bir mal gübrəsi Hə- heç istifadə edilmir. Hə, bəli. Hə, Peyindən istifadə edirsiniz. bəli, bəli, bəli. Əziz tamaşaçılar, bu Kürdəmir rayonunda olan bağlarda yetişən əriklərdir. Hə, bunun növü budur, ona görə balacadır. Bundan bir balacası da var. O bayaqki bundan lap balaca idi. Bu biraz böyükdür ona baxanda. Amma bildiyimiz kimi böyük əriklər də yetişir Kürdəmirdə. Həqiqətən, amma üstündə də bu il yaxşı gətirib, hə? Məhsuldardır bu. Yaxşıdır. Torpağınız məhsuldar torpaqdır, münbit torpaqdır. Yaxşıdır, bəli, bəli. Yaxşıdır, əladır hər şey. Allaha qurban olum. Allah dövlətimizi qorusun. Hər şey normaldır. Bildiyimiz Kürdəmirdə ultrabənövşə şüalar çox olur da. Ona görə buranın meyvəsinə təsiri, meyvəsi şirin olur. Fərqlənir. Qaqaş, gəl bura. Yəni bu kitab dilində albalı deyirlər, biz bəhli deyirik. Bərəkətli olsun. Barama saxlamaq əziyyətli işdir. Yerə də bir 10 gün, 15 gün əziyyəti var. Yaxşı şərait lazımdır, yer lazımdır. Bəli. Yəni buna dair kredit verələr ki, mən biraz patdaşka verələr ki, Subsidiya verilməlidir. bəli. Mən buna yer düzəldəm, bu çadır düzəldəm, neyniyəm. Yarpaq var, yarpaq Onda var. istehsal gücünü daha da artıra bilərsiniz, düzdür? Bəli. Sizin tut ağaçlarınız var burada. Var, hə. Çətinlik çəkmirsiniz? Yox, heç bir çətinlik olmadı. Sağ olsun Əfqan müəllim. İndi barama neçə alırlar sizdən? Kiloqramı neçəyə götürürlər?
Verilir. Kiloqramına 11 manat. 11 manat verilir. O sizi qane eləyir o Allah məbləğ. Allah bərəkət versin, eləyir. İndi kətdə artıq yığılıb qutarıb da məhsul. Bilən sizdə qalır, yoxsa sizdə də artıq yekunlaşır. Qonşularda da ola bilər. Mən də sabaha bürüyünə inşallah təhvil Yekunlaşdıracaqsınız. Necə deyərlər? Səbr elə, xalva pişər, ey qora səndən. Bəli. Bəsləsən, atlaz olar, tut yarpağından. Elədir. Atlas olur da, tut yarpağından. İpəkçilik qurdu, inkişaf edir. Həqiqətən də Kürdəmir rayonunda ipək qurdu, inkişaf edir. İpəkçilik inkişaf edir. Biz gəzdiyimiz təsərrüfatların burada bir daha şahidi oluruq. Belə, heç nə. Çay dəmləsində. Yox, sağ ol, çox sağ ol. Atakişili kəndini gəzirik hal-hazırda və belə bir ağac gördük. İndi hal-hazırda saat 1-dir. Günortanın hissəsidir. Heyvanları gördük ki, bir ağacın kölgəsində burada yatıblar, istirahət edirlər heyvanlar. Aran zonasında bir ağacın nə qədər əhəmiyyəti var. Biz bu torpaqlarda ağacları əkməliyik, becərməliyik ki, onun kölgəsindən, onun meyvəsindən biz istifadə edə bilək, yararlana bilək. Belə kəndi gəzirik, burada su da axır. Sonra deyirlər Kürdəmir rayonunda su olmur, həqiqətən su da var burada. Burada ağaçlar da var, burada bayaq meşəni də çəkdik. 40 hektara yaxın bu kətdə meşə sahəsi var, meşə massivi var. Ağacın əhəmiyyəti həqiqətən də böyükdür ki, orada heyvanlar günortanın istisində kölgələnirlər. Belə kəndi davam edirik gəzməyə, izləmədə qalın. Həqiqətən də Atakişili kəndi çox maraqlı kətdir. Kürdəmir isti olur da burada. Deyirlər istidə quş uçmur. Hə. Əsasən deyirlər ki, Bakı quşları yaxşıdır, çox uçur, 9, 10, 11. Sizin quşunuz neçə saat uçur? Mən 72 yaşım var, 73-ə Allah ömür keçmişəm. versin. Demək olar ki, yaş balaca vaxtından bu güvərçinləri saxlayır. Quşbaz olmusunuz ha? Bəli. Bu güvərçinlərin o sortundan asılıdır. El olub ki, Lənkəranda mənim oğlum vaxtilə Bakıda Neonda işləyir. Bəli. Orada məsələn uşaqlar Leningraddan zəng edib ki, Sankt-Peterburqdan. Vahid rayona gələcək, orada olurlar da. Bəs o Kürdəmir quşları belə. İnanırsan o neçə dənə yarışda birinci yer tutmuşdu. İndi Vahid müəllim Sortundan asılıdır. Sortundan asılı, nəslindən Ay, sağ asılı. ol. Vahid müəllim indi burada deyə quşbaz uçan quşun deməz, göstərməz. Hə. Bizə göstərməsəniz də neçə saat uçur burada? Va- Arxayın sanki bu quş atsam birinci yerə çıxacaq. Var elə bir quş. Mən bir dənə söz deyim daha. Düzü axtarsa o, axır vaxtlar biraz yaş sənələ qədər nəvəm baxır buna. Hə. Ancaq burada Novxandan gəlmə Şahin var Novxanda, oradan gəlmə var. Musa var Bakıdan. 12 saatdan danışırlar onlar, 8-12 saatdan. Bax Musa da verib mənə o aça da bilərəm. Ya qoş şeylər görürsün. Sala bir dənə dəm verir bir söz. Hə. Bax o qarabaşlar deyirlər. Çıxmırlar çölə. O qarabaşlar axırıncı sort quşlardır, yaxşı quşlardır. Bəli. Novxandan gəlib olar. Bizdə Ətbəh Rafif var deyirlər. O yaşlayan quşbazıdır. Bəli. Onun da güvərçinlərindən var. İlkin var, onun da var. Səbuhu var, onun da var. Yəni veririk də bir-birimizə yoldaşlıq beləncə olur. Bax, İndiyəcən quşa pul vermisiniz, almısınız pulla. 7 saat görmüşəm. 8 saat görmüşəm. Ancaq ondan yuxarısı yalan deyirəm. Vahid müəllim, üzr istəyirəm. Pulla quş almısınız, Uşaq vaxtı hə. indi pul vermirsiniz. Yox, indi yaşatdıqca hamı biri-birinə hörmət Bəli. edir də. Pay verir. O gəldi, baxdı, bəyəndi, deyir, Vahid bunu götürürəm. Mən götür halal olsun. Məsələn, mən gedirəm elənçilə. Yəni, o yoldaşlıq edirik daha o şey. Hə, bax, elə quşlar var burada, keyfin istəyən kimi. Komissar var idi burada, Kürdəmirdə. O getdi 10 quşlarından. Bax, bu deyə deyim də, 7 yaşım, məktəbə getmirdim da. 73. Həmən quşların nəslindən qalan var da Yox, hal-hazırda. qalmaz, qalmaz. Ən yaşlı quşunuzun neçə yaşı var burada?
ən yaxşı quşların burada Yaşlı. o qarabaşlardır. Sonra İlkin verəndir. Sonra komissarın quşlarındandır. Əhbəh Rafiq dediyim Olan adam var. O quşlarından, çörək evet. maşını sürüb, buna görə Əhbəh Rafiqdir. Və onun quşlarından var. Məzahir var, o da köhnəni gölsün saxlayan çayçı məzahirdir. Onun da quşundan. Ümumiyyətlə, belə yoldaşlıq eləmişik də bir-birimizə. O gəlib istəyəndə götürüb aparıb, mən getmişəm, məsələn gətirib. Vahid əmi, deməli quşbaz xam tutur da, düzdür? Hə, Əsl quşbaz o xamı qaytarmalıdır ya qaytarmamalıdır? o baxır yoldaşlığa. Əgər vaxtı ilə mənim göyərçilimi tutubsa, qaytarıbsa, mən də qaytarmalıyam. Ancaq gözüm görə mənim göyərçilimi tutub verməyibsə, onda o... Olub belə hallar. Vallah olmayıb düzün axtarsın. Hələ bir dəfə elənçini söhbətimizdə alınmamış olmayıb. Özü deyib ki, tanıyırlar da, məsələn, arada gəlir o çay dəstgahı, biz otururuq, biz gedirik, onlar da otururuq, belə-belə də. Onda yəni tanıyır, bilir. Mənkin bəzilərində o bərk gedənlərdə görsən nişanlılar zadlar var. Bəli. O parolları onlar da bilir də. Bilirlər ki, hələ davam elətdirəcəksiniz də bunu. İndi Allaha şükür ki, üzr istəyirəm. Bir dənə oğlum var, Bakıda Allah can yaşayır. sağlığı versin. Elə bunun hamısını o eləyir. Baba, buradan təzədən bunlar hamısı söküləcək. Eyni bu qayda orası o evin telinəcək. Şərait yaradılacaq. Burası orada toz quşub qırt yatır. Altında 16 dənə yumurtası var. Bu da qırğı, o da bir yaxşı sortda. Ha. İndi yumurtasından satırsınız tovuz quşları. Qanatlılara sizin marağınız var. Qanatlı heyvanlara marağınız var, düzdür? Bəli. Deyə heyvan sevən insanlar da pis insan ola bilməz, yaxşı insan ola bilər. Ona Vallahi. görə biz deyək ki, Vahid müəllim yaxşı insandır. Mən o deyə bilmərəm, o gərək haqq qiymət verə. Babayev yaxşı bilir mənə. 1000-dən yuxarı adama mən uşaq pulu pensiya vermişəm. Bir adam desin ki, babam özə 26 il işləmişəm şöbə poçtu. Bəli. Cavan vaxtı İspirt Ambar müdürü, İspirt Sex müdürü, Meskom, Vinzavodda Kürdəmir üzümcü. 1000-ə yaxın üzüm olub. Sonra zakat kontora, kasır, zapravki, nə bilim mən, tədarük. Ən axırı da ki, 26 ildə poçta işləmişəm, poçt şöbə müdürü. Bir adam desin ki, Babayevdir. Bir adam deyə bilməz ki, Vahid mənim nəsə bir ayımda xələlli elədi, ya nəsə əşik verdi pulumu, ola bilməz. Allah sözün ömür versin. O görə də hamısı da sağ olsun. Çıxan yuxarı bir... Yox, O de buradan elə o karellaları da... Adam Adam qədər deyib bilir, o fitrən nə şey deyirəmsə hamısını qaytarır özü. danışan yoxdur da amma. Şeylə danışır da, fitrən danışır, uyğun göstərir. Siqnallar verir. Hə, siqnallar verir, oxşadır, danışır, oxşadır. Ancaq tam yox da. Yuxarıdalar da bülbüllərdir. Onların da nəsli artır da yavaş-yavaş. Onlar da artır. Yəni ki, istəsəz genişləndirə bilərsiniz bu təsərrüfatı. Amma orada balıqlarım var sort. Akvarium. Amma Vahid müəllim, hər bir işin başlanğıcında zəhmət var da. Yəni ki, burada zəhmət var. Zəhmət var. Zəhmətsiz heç nə olmur. O güvərçinlərdir. Bir tərəfə də gedəndə heç vaxtı kiməsə tapşırmamış getmir. Burada Vüqar var, Sabezin xatırıdır. O da görürəm tutub gətirib, uçub gedib, tutub gətirib. Deməli, keyfiyyətli insanlar gətirir də. Gətirirlər, bəli, gətirirlər. İndi adam var ki, göyərçin tutub gedir, Hə. 10 manatlı quşu gətirmir. Ay sağ ol. Hə. Amma adam var ki, 1000 manatlıq heyvanı tutub gətirir. Deməli, bu da bizim torpaqların, bizim insanların yaxşı olmağına irəli gəlir. Doğrudan elə. Deməli, həqiqətən də bizim insanlar... Saflığa gedirik, saflığa doğru. Bəli, saf insanlarıq. Düz. Oldu Vahid müəllim, təşəkkür edirəm sizə, Üç minnətdaram. evladdır, üçün də oxutmuşam, ali təhsilli. O İqtisad Universitetində oxuyan böyük nəvəm, o əlaçı verilişi var, televizyon. bəli. Onda da iştirak edib. İndinin özündə də, yəni çox gözəl, yaxşı tələbədir. Sonra o birisi nəvəm 5-ci sinifdə oxuyur. 28 dənə bu adamın tərifnaməsi var. Maşallah. Hər rayonlarda gedir. Məsələn, birinci yer tutur, ikinci yer tutur. Allaha min şükür. Xoşbəxt adamam ki, Demə, bəli. evlad yaxşı olanda, qardaşım,
ata, ana da mənə gəlir, yaxşı olur. Vahid müəllim, Allah'a bir şükür ki, onlardan Vahid razı. müəllim deyir ki, insan ata-ana 100 il yaşayar. Evlat yaxşı olsa. Ömrün uzun olsun. Bu atalar sözü kimi bir sözdür, deyirsiniz. Bəli. Evlat yaxşı olanda ata da yaxşı yaşayır, ana da. 100'ü vurmaq olur. Yap keçir. Niyə şəhər kişidən dala qalaq? Bəli. 167 yaşında olur. Babamızın babasının babası da var idi. O üçün o da var idi. Bəli. Həqiqətən də evlat yaxşı olanda əziz tamaşaçılar, ata da yaşayır, ana da yaşayır. Çünki heç bir dərdi, qəmi olmur. Necə deyirlər, o kasıbçılıq ağır bir şey deyil. Kasıb Nə yaşayıb olar? xoşbəxt olmaq da olar. İşləyər, bu deyə pul qazanmaq vallahi hasaddır. Vay o gündən ki, necə balan nanəcim çıxar. Allah göstərməsin, o göstərməsin. Problem odur. dərd Allah'a odur. müşkün. Evlatlarımdan Oldu. çox razıyam. Allah sizə uzun Allah ömür versin. sizi də razı salsın, qurban oldum Çox sağ Allah. ol. Sizə də həmin evlatları mən üzr istəyirəm. O rəva bilmədiyimi heç vaxt Allah canı sağ dostuma olsun. da Çox sağ olun, minnətdaram sizə. Yəni rəva bilirəm ki, o deyir. Çox sağ ol Vahid Sağ ol. müəllim. Görüşərik. Çox sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Artıq Atakili kəndində çəkişlərimizin sonuna gəlirik. Artıq saat 5-dir, axşamdır. Səhər saat 8-dən bu kətdəydik. Çəkişlərimizi bitiririk və günün istisində həqiqətən də Allah şəhidlərimizə bir daha rəhmət eləsin ki, onların sayəsində belə bulaqlar var və gördüyüm kimi bura Atakili məktəbinin qarşısıdır. Həm oradan məktəbli uşaqlar gəlir bu şəhid bulağından su içir, sərinləyirlər, əllərini üzlərini yollar. Həm də ki, buradan yoldan keçən əsasən də kənd cəmaatı bu bulaqdan faydalanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Artıq Atakili kəndində günü yekunlaşdırırıq. Həqiqətən də çox maraqlı bir kənd oldu. Bizim kəndimiz verilişin hər həftənin bazar günü Bölgə TV-nin YouTube kanalında izləməyi unutmayın. Xudahafiz.